Martın 9-una gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Baku Postaza verilən məlumata görə Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-8 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 55-65% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 15-20 dərəcə isti. Dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə də isti, gündüz 10-15 dərəcə isti olacaq.